Deməli, uşaqlar baxın. Kim tapmışam. Biraz gözümün qızartısına fikir verməyim çünki yoxsuz olmuşam ona göre. Ben ekranı çevireyim. Hey, Hacı. Hacı, gel. Gel. Ay balaca, ay balaca. İndi deməli otur, otur. Otur. Hey, hey. Şş. Şş. Gel, gel bura. Gel bura, otur. Şş. Hey, hey. Şş. Şimdi mən bilmirəm bu aksımağı var. Sonra üstünde biraz dərisində, boğazının alt hissəsində, bilmirəm indi itlə də boğuşan oxşayır, amma kimisə döyməsinə də oxşayır. Yəni aksımağa görə bir dəqiqə aksımasına görə çox güman ki maşın vurması da olur. Yəni əslində adını bilmirəm. Bu belki de bilmirəm. Təsadüfən ya nəsə. Necəsə özü gəldi. Gəlib çıxmışdı da. Yəni baytar həkim dostlarımızdan olsaydı, köməklik eləsəydi. Gəl bura sənin üçün su qoymuşam burada. Köməklik eləyərdik. Bəlkə də hisseden nasılsa insanlık ləyaqət olmayan kimsə ola bilsin onu bezdirib. Birinci ilk dəfə yaxın durmadı. Burada qadınlar da vardı. Yaxın durmadı. Amma sonra yavaş yavaş əlini qoxuladı. Sonra yaxınlaşdı. Baytar dostlarımızdan olsaydı köməklik eləyərdik. Təbii ki, ən çox onun köməkliyi olardı. Köməklik eləyərdik. Hərə öz əlindən gələni eləyərdi ki, onun həyata normal, tam sağlam şəkildə qaytarırdı. Gəl bura, maşın vurar səni. Hacı, hacı, balaca, gəl bura. Hey, hara gedirsən? Yaş. Acayip ya. İkisini korkup bilmem indi ya kimse onu bilerekten mi ya belki özü çıkıp maşın yoluna. Ama her bir halde bu normal ev tipi de bunu görünür ki yiyəsi de ya bezdirib evden qaçıb ya necəsə. Hiç olmasa yani peyvəndi qırılsaydı, bir dəngi arasına əncam çəkilsəydi en azından baytar həkimi əlindən gələn eləsəydi. Hacı, balaca.